xanım yazara söz vermək istəyirəm. İstəyirəm ki, o özünün, o deyək ki, ətrafını təqdim eləməsi. Bir daha hər birinizin axşamı xeyir olsun. Bu gözəl məclisə gəldiyiniz üçün hər birinizə təşəkkür edirik. Bizim Azad qələmçilərin əzizi Nəcibə xanım. Doğum günü münasibətilə təbrik edirik. Başda Elmir Bədəlzadə olmaqla Azad Qələm Birliyinin adından və biz 8 nəfər olaraq buradayıq. Əslində çoxuq, yeni yaransaq da maşallah olsun, sıramız çoxdur. Və onu da vurgulamaq istəyirəm ki, Azad Qələm Birliyinin bir üzvünün də doğum günüdür, Ruslan qardaşımızın da doğum günüdür və təbrik edirik onlara. Onu da vurgulamaq istəyirəm ki, Azad Qələm Birliyinin üzvlərini bir-bir bura dəvət eləyəcəm. Gülnaz Məcnun qızı, Şəfa xanım, Afət xanım, qrupumuzun balaca qızı. Elim Alış, Ruslan, buyurun Ruslan. Arzuman bəy və Elmirə xanım. İlkin bəy, İlkin Əhmədoğlu, buyurun. Və bizim hədiyələrimiz var. Nəcibə xanım, yaş üstünə gəldi işte yaş, ana, düşünmə ki qocalırsan. Pillə-pillə, yavaş-yavaş sən Tanrıya ucalırsan. Bugün sənin rəhbərliyin altında yeni yaranmış Azad Qələm Birliyi adından yenə deyirəm, Elmir Bədəlzadənin və bütün üzvlər adından sən təbrik edirik və bu gözəl hədiyələrimizi də bizdən qəbul edər. Təbrik edirik. Nəcibə xanım, yeni yaşınız mübarək olsun. Dostların ətrafındasınız. Hər zaman sevimli olun. Bunu göstərməli şəfaət. Eşq olsun. Nəcibə İlkin. Bütün Azad Qələm Birliyi üzvlərinin adından Nəcibə xanıma özəl. Dəyərli dostlar, olsun, Allah sizi var eləsin. Yaxşı ki varımızsınız. Yaxşı ki bizim anamızsınız. yaxşı ki hər biriniz varsınız. Qısa təbrik edirik. Gülnaz xanımın da xüsusi təbriki var. Təşəkkür edirik. Çox sağ olun. Siz hər şeylə gözəlinə layiqsiniz ana. Buyurun bir qısa təbriklərinizi eləyin. Buyurun Gülnaz xanım. Əzizim Nəcibə xanım, siz bizim günəşimizsiniz. Azad qələmçilərin üzərində siz nur saçırsınız. Yaxşı ki varmışsınız. Nə yaxşı ki sizi tanımışam. Biz sizdən ilham alırıq, daha da gözəl yazırıq, qələminiz daha da gözəlləşir. Sizi təbrik edirəm. Sizi uzun ömür, can sağlığı arzu edirəm. Hər zaman belə gözəl qalın Nəcibə xanım. Öpürəm sizi. Nəcibə xanım, bugün biz sizin işığınıza yığışmışıq. Yubileyinizə yığışmışıq. Allah sizə can sağlığı, sağlıqlı ömür versin. Biz qələmçilər də yavaş-yavaş ciddiyyələr. Qələmimiz yazar olsun. Çox sağ olun. Burada İlkin Əhmədoğlu bizim Azad Qələm Birliyinin üzvlərindən biridir. Buyur İlkin, hədiyəni gətir. İlkin Əhmədoğlu'nun ailəsində çağırırıq bura. Günel xanım. Deməli, mən indi gördüm, mənim qulağıma indi çatdı ki, siz təsəvvür edin ki, nəvələrimlə oğlum gəlib birləşib, gör nə hoqqadan çıxıblar. Bütün kitablarımı şokoladın üstündə fikir verin, kitabın adına üst qabığını. Şokoladın üstündə, babama fikir verin. Nəcibə xanım, ailə budur. Budur ailə. Baxın, inanın mən belə çaşıb qaldım. Mən hələ indi görürəm bunu. Bunu mənim nəvəm Amir, nəvəm Əhməd, başda oğlum gəldim olmaqla sonsuz təşəkkürümü bildirirəm. Könül xanım, elə bilirəm ki, bu da mənim üçün ömrümün tarixinə yazılan ən gözəl bir hədiyədir. Çox sağ olun, mənim İlk nəvəsidir Nəcibə xanımın, ilk nəvəsi. Çox sağ olun, var olun. İnşallah. Xoşbəxt ailə
Sağ ol mənim balam, sağ ol. Günel hardadır? Günel. Günel. Gel bak. Əzizim, Nəcmə. Necmə xanım, gözəl ailə tablomuz var. Siz bizim anamız olmuşsunuz. Təkcə bizim rəhbərliyimiz və çok güzel. Böyük dayan olmuşsunuz. Böyük dayanımız olmuşsunuz siz. Siz bizim Azad Qədəmimizin rəisiniz. Eşq olsun sizə. Təbrik ederiz səndə. Teşekkür ederim, minnettarım. Her ikimizin ad günü mübarek. Söz Rəsman, buyur. Salamlar, təbrik edirəm Rəsmət xanım. Allah huzurumuzdan sağlık versin sizə. Dostlar, Necmə xanım. Gəlin Aliş, buyur. Vallahi Necmə Hanım, bana özünün sözünde ben de onun bir daha deyişi anlattıktan sonra ne yapsın bizim başımızda varsa Allah sizden severse Allah size uzun ömür daha da parlak uzun versin ki hem de başımızın üstüne olasınız ve bize dönün meselelerini verirsiniz. Necmə xanımın səbəbkar ad günüdür, Gülas xanım. Bu gün hamımıza yığışıbdır. Xoş günlərə yığışar. Amin. Allah mübarək olsun, can sağlığı arzulamam. Sağ olun. Xanım, buyur. Değerli Necmə xanım, mən də öz adımdan, birliyimizin adından sizi səmimi ürəkdən təbrik edirəm sizə. Hər zaman qadın səadətli, qadın xoşbəxt. Çok güzel. Və onu da vurğulayım ki, Necmə xanım bizim anamız olduğu görünməklə sübut elədi. O illərlə yığdığı kitabları bizə hədiyyə elədi. Qısa bir şokolad üzərində olsa da mənə düşənə baxın. Necmə xanımı tanıdığım şeirlə illərin o paya gözləyir məni. Bu şeir tanıdım mən Necmə xanımı. Bir daha öpürəm sizi bütün azad qələmçilər adından. Yaxşı ki varımızsınız və hər zaman arxamızdasınız. Biz də hər zaman çox qulluğunuzdayıq.